Əzizlərimin Binə qəsəbəsində belə gözəl evimizin çəkinə gəlmişik. Ana yolla cəmi 200 metr məsafədə belə gözəl evimizin çəkinə gəlmişik. Kral Dönərin düz qabağındakı məhəllədə. Bir sotun içində 4 otaqlı evdir qardaşlar. Evimiz çox təcili satılır. Gördüyünüz kimi qəşəng belə evdir, paketlanmış şəxsi tikili evdir. Həyət yanı sahəsində qəşəng belə ağacı, çiçəyi, hər şey yeri yerində. Bu da evimiz gördüyünüz kimi həyət yanı sahəsi. Evimizin qazı, işığı, suyu daimidir. Şirin suyuna qədər vardı əziz izləyicilərim. Bu da gördüyünüz evimizin qəşəng belə bir balkonu. Yəni çox geniş evdir qardaşlar. Şəbəkə pəncərələrinə qədər səliqəli səhmanlı. Bax, qəşəng yayda orada simaval qoyursan, bir dənə çay evi itirirsən, burada səliqəli səhmanlı super ev. Çox təcili satılır. Gördüyünüz kimi girəndə belə bir burada kukna nəzərə alınıb. Əslində ancaq girəcəyin evin içində bir kuknası var. Yəni buranın kukna edib obrusları otaq eləyə bilərsiniz. Bu da evimizin sanitar sanuzel xidməti. Bu da evimizin gördüyünüz kimi qəşəng belə bir zalı. Bu da evimizin digər otağı gördüyünüz kimi. Evimiz şəxsi tikili, qoşa daşla tikilib əziz dostlar. Qoşa daşla tikilidir. Və əziz dostlar, bu da evimizin digər otağı. Evimiz dediyim kimi Dövran İnşaatdan tərəfdən yolu var. Kral Dönər evinin arasında 200-300 metr məsafəsi var. Ana yoluna 200 metr məsafəsi var. 160 marşrutda 200 metr. Dediyim kimi qabaqda olan elə bir kuknası nəzərə, sonra evin yiyəsi bura köçüb kuknasını, yəni otaq sayı, yəni onu qane eləyir deyə. Bunu inşallah gələcəkdə kukna oda çevirib, bura dediski otaq kimi istifadə edib, uşaq otağı kimi istifadə edə bilərsiniz. Evimizin elə bir gözəl bir qiyməti var ki, ana yolundan yenə deyirəm, cəmi 200 metr məsafə 2 sotdan çoxdur. Evin qiyməti 75 mindən təzə düşdü, 68 min manat. Ala satan da alanda xeyir versin.